Uşaqlar 99-cu sualda deyir x dəyişənin qiymətini təyin edin. Burada baxın, bir növ bizə nəyi xatırladır? 55 bərabərdir 75-ə. Dedik ki, yox. Deyir x böyüdür, y-dən 55 böyüdür 75-dən. Deyirəm ki, yox. Yoxdursa onda y-dən deyir x-i çıxacam. Sonra təzədən qayıdacam dövrə. Deyir bərabərdir deyəcəm yox. Sonra x böyük olacaq y-dən. Deyir onda x-dən y çıx. Bir növ nədir? Əbobun tapılmasıdır. Bunun da bir dənə rahat yolu var. Yazırsınız 55'i, burada bizə verilən ədədlər 55'i, bu tərəfindən də 75'i. İndi baxın, böyüyü hansıdır? 75. 75'dən 55 çıxıram. Neçə qalır? 20. 20 harda qalır? 75 tərəfdə. Yazıram bura 20. 55 olduğu kimi düşürəm aşağı. İndi 55'dən 20'ni çıxıram. Neçə qalır? 35. Hansı tərəfdə? 55 tərəfdə. 35'i yazdım. 20'ni düşürəm olduğu kimi aşağı. 35'ten 20'ni çıxsam neçə qalır? 15. Harda? 35'in altında. 15'i yazdım. 20'ni yenə köçürürüm aşağı. 20'den çıxıram 15. 5 qalır. Harda? 20 tərəfdə. 5'i yazdım. 15'i düşürürüm aşağı. Təzədən indi 15'ten 5 çıxıram. 10 qalır. Harda? Bu tərəfdə. Onu yazdım. 5'i də düşürürüm olduğu kimi aşağı. 10'dan 5 çıxsam 5 harda qalır? Bu tərəfdə. 5'i yazdım. 5'i də olduğu kimi düşürürüm aşağı. Bərabərlik nerede olur? 5'te. Deməli, bu neçə olur? Bunların 5 olmuş olacaq. Və yaxud da uşaqlar bunu yazarsınız. Adi bildiyiniz əbob qaydasını. 55'i sadə vurublara ayıracaqsınız 5'ə. 11, 11'də 11, 1 olacaq. Bir də hansı 75. 75'i aparacaqsınız 5'ə. Neçə olacaq? 10, 5, 5'ə. 3, 3'də 3'ə 1. Ortaq olanı hansı olacaq? Ortaq səbəb yox olacaq. Deməli bizdə 5 bu şəkildə tapa bilərsiniz.